Bizim 20-ci əsrin böyük şairlərindən, qəzəl şairlərindən biri Əli Ağa Vahidlə mənim həmişə böyük adlandırdığım dahi şairimiz Hüseyn Cavidin arasında olan maraqlı bir əhvalatın və bu əhvalatın nəticəsində yaranmış şedevr bir qəzəlin tarixçəsindən istəyirəm sizə danışım. Bunu da mənim üçün görkəmli insanlar danışıblar. O vaxt biz APİ'də oxuyanda orada bir böyük fizulşünas alim var idi. Ağacavad Bağırov. Bir Mirzə Cavad da deyərdik ona. Mən onu tez-tez görərdim, filologiya müəllimi idi, amma filologiya fakültəsi. Amma onun o vaxtı cavandım da, hələ bilmirdim ki, bu nə dərəcədə böyük bir fizulşünas alimdir. Allah onu rəhmət eləsin. Və sonradan bildim, öyrəndim. Bu Vahidlə dostluğundan danışır. Və Əli Ağa Vahidlə ki, günlərin bir günü, çox yaxın dost olublar. Günlərin bir günü şəhər içində, burada deyəsən bu sonradan Karl Marx bağı adlandıran bağda olub bu əhvalat. Gəldik, çatdıq o yerə ki, meyxanaçılar yığışıblar burada bağda, meyxana deyirlər. Meyxana deyirlər, Əli Ağa Vahid də bunlar Əli Ağa Vahidi buraxmazlar ki, qoşuldu bunlara. İndi bu Ağacavad müəllim, Allah onu rəhmət eləsin, bunlar meyxana, gözəl şeirləri var idi, amma meyxana deyən dördü bir şey, çəkildim, yandım qırağda. O elə cavan vaxtından ölənə qədər APİ Leylin deyirlər, indi isə o Nəsrəddin Tusi adına Universitet Pedagoji, mən də oranı qurtarmışam, oranın müəllimi olub, Hüseyn Cavidlə də orada işləyib vaxtı ki. Mən yandım qırağda, Əli Ağa Vahid qoşuldu bunlara, müxtəsər eləyirəm, çox uzatmaq istəmirəm söhbəti. Meyxana deməkə, bu dəmdə o bağın içindən də gəl-ged çox olurdu. Mən də oradan çox gedmişəm, dərsə gedib gəlmişəm. Birdən belə bir səs gəldi, bəkdən, hərbə ilə belə Əli Ağa deyə çağırdılar. Hamımız döndük, baxdıq, hamı dayandı. Gördük ki, bu Hüseyn Caviddir, hansı ki biz ona müəllim deyə müraciət eləyərdik. Hüseyn Cavidi görəndə biz hamımız tutulduq. Bu da bağın içindən keçib, ora APİ yaxındır da, ora işə gedir. Məni də tanıyır, bir yerdə işləyirik, bunu Ağacavad müəllim danışır. Əli Ağa deyəndə məlum oldu ki, Əli Ağa Vahidi çağırır. Bir-iki dənə onu orada ağır da olmasa müəyyən qədər tənəli sözlər dedi ki, yəni bu sənin işin deyil, yəni, Əli Ağa Vahidsən, belə filan dedi. Vahid də tutuldu bundan, keçdi dayandı bir qıraqda. Hüseyn Cavid də bu sözləri deyəndən sonra düzəldi yolunda çıxdı, getdi işə. Biz də tutulduq, biraz belə pərt olduq. Vahid daha bunlara qoşulmadı, bu meyxanaçılara qoşulmadı. Çağırdılar da gəlmədi yaxına. Sonra dedi mənə ki, Mirzə, qələm dəftərim var, dedim, nədir, ver mənə. Mən ona bir vəraq verdim, bir karandaş verdim, ya qələm verdim ona. Oturdu səkilin qırağında, o kazbə kutusunun üstünə qoydu vərəqi, başladı yazmağa. Nə yazır, mən bilmirəm. Ağacavad müəllim belə danışır. Bir qədər çəkdi bunun bu yazısı, hərdən biraz fikrə gedir, sonra yazır. Müxtəsər bir yarım saat çəkmədi, bu yazısını qutardı. Tüklü kağızı verdi mənə. Dedi ki, Mirzə, sən müəllimlə bir yerdə işləyirsən də, dedim, bəli. Dedi, sabah onu görsəm, bu kağızı ona çatdıra bilərsən, dedim, çatdıraram. Müxtəsər, sabahsı günü gəldim, Hüseyn Cavid işə gələndə, keçdim qabağına, müəllim, salam əleykim, ələykəssalam. Kağızı çıxartdım, verdim buna. Dedim, bunu pəs Əli Ağa Vahid sizin üçün göndərib. Aldı kağızı, açdı, oxudu, bir qədər fikrə getdi. Kağızı qaytardı mənə, dedi ki, gələm bunu bəkdən oxu, mən qulaq asım. Mən də aldım kağızı, gördüm bir qəzəl yazıb burada. Əli Ağa Vahid qəzəl yazıb burada. Necə ki, Hüseyn Cavid dünən ona tənəli söz deyib, bu da Hüseyn Cavidə qəzəllə cavab verib. Bu qəzəl də ibarət olsun, Əli Ağa Vahidin kitabında var. Onun ən şedevr qəzəllərindən biri, hansı ki onu Əzbaba Hüseynov vaxtıyken oxuyurdu. El düşdü bütün heyrətə divanəligimdən. İstəyirəm o qəzəli deyim, sonra yekunlaşdırım. Mən deyir, oxuyuram qəzəli. Hüseyn Cavid mənə dedi, oxu, mən də oxuyuram. El düşdü bütün heyrətə divanəligimdən, sirrin demədim bir kəsə mərdanəligimdən. Xakistəri eşqəm, mənə təhqir ilə baxma. Min gənc çıxar zahirə viranəligimdən. Məxmur gözün fikri ilə badə çox içdim, bir kimsə zərər görmədi məstanəligimdən.
Məcnun kimi mən barigəhi eşqi bəyəndim, keçdim bu təmənna ilə şahanəliyimdən. Bir lalərixün şəm-i kimi eşqinə yandım, bir kimsə xəbər tutmadı pərvanəliyimdən. Divanəyi eşq olmağa hər kim həvəs etsə, bunu Hüseyn Cavidə demək asan deyil ha. Divanəyi eşq olmağa hər kim həvəs etsə, əvvəlcə gərək dərs alar rindanəliyimdən. Vahid mən o xakəm yenə meyxanədə bir gün, vahid mən o xakəm yenə meyxanədə bir gün, bir zövq yetər aləmə peymanəliyimdən. Dedim, başımı qaldıranda gördüm Hüseyn Cavid ağlayır, gözlərindən yaş düzülür. Mən də tutuldum, şeiri qaytaranda ona dedi, mənə qoy qalsın. Mirzə, bir sözlə sən Vahidə çatdıra bilərsən bunu, dedim, çatdıraram. Dedi Vahidə, o da bu bizdə vaxt olub 30-cu illərin ortaları, 36, 37, o repressiya rüzgarının əsməyə başladığı ilk illər. Dedi Əliyə Vahidə deyərsən ki, özündən müğayyət olsun, o bizim Azərbaycanımıza hələ çox lazım olacaq. O daha yaxşı yol tutub. Bu qəzəl yolunu tutmaqda daha yaxşı yol tutub. Bunu dedi bunu Əliyə Vahidə çatdırarsan. Və dalıcan da başqa sözlər dedi ki, bizi apara bilərlər. Hələ bir o qədər çəkmədi, Hüseyn Cavid, sonra Əhməd Cavad, Mikail Müşfiq kimi böyük şairləri, ədibləri götürdülər, apardılar. Əliyə Vahid tapdığı bu qəzəl üsulu ilə bu barədə çox danışmaq olar. Həddindən artıq əlbəttə onu mən o qədər uzatmaq istəmirəm söhbəti. Sadəcə olaraq bu qəzəl aşiqanə bir qəzələ bənzəyir. Amma bu qəzəlin ayrı-ayrı momentlərinə biz fikir versək, misraları xırdalasaq, burada dövrün çətinliklərini, ədəbiyyatımız üçün, musiqimiz üçün, muğam musiqisi üçün çətinlik törədən momentlər nə qədər olub, nə səviyyədə olub, onları asan fikirlər var ki, hələ bir dənə bu kəlməsi böstüm, bunu deyim. Məcnun kimi mən barigəhi eşqi bəyəndim. Çünki Sovet ideologiyası almağa başlayanda, mən də tarixçiyəm də, oxumuşam bu tarix elmini bir qədər, proletar mədəniyyəti yaradırdı Sovet hökuməti. Prolet kult deyirdilər ona, prolet kult, proletar mədəniyyəti, atın tarihi, atın kamanı, gedin simfoniyaya qulaq asın, sonra Qızıl Qələmlər Təşkilatı, Yazıçılar İttifaqı, hamı gedib oraya üzv olurdu, traktordan, pambıqdan, neftdən və s. yazmaq lazım idi. Amma Vahid bunların heç birindən qoşulmadı. Zamanənin bütün çətinliklərini, ağır yükünü, ədəbi, mənəvi dünyamızın bütün məsuliyyətini öz üzərində götürdü və mən deyirəm bunu sözümün, çünki mən onun aşıqı olmuşam. Əliyə Vahid Azərbaycanda 20-ci əsrin qəzəl şeirinin yeni formasını yaratdı. Bu barədə başqa bir məqamda da söhbət, bu çox geniş mövzudur. Bir-iki kəlmə ilə düzəlməz, mən bu barədə danışa bilərəm. Mən böyük düşməsin biraz daha, danışa bilərəm bu barədə. Əliyə Vahidin şeirinin, qəzəlinin böyüklüyü nədə idi və ona nə üçün Füzuli yadigarı dedilər. Ona deməmişlər, o özü-özünə demişdi ki, mən Füzulinin yadigarıyam. Təkcə ona görə yox ki, o Füzuli kimi qəzəl yazırdı. Bir də ona görə ki, o həm də qəzəli 20-ci əsrdə Sovet sisteminin, Stalin repressiyalarının tuğyan elədiyi dövrdə yazırdı. Füzuli dövründə qəzəl yazmaq asan idi, Vahidin dövründə qəzəl yazmaq 3 qat, 5 qat qəzəlxan olmaq deməkdir. Təhlükəli o eyni dərəcədə. Ona görə mən hətta belə hiss edirəm ki, əgər Əliyə Vahid qəzəli 20-ci əsrdə olmasaydı, bizim muğam musiqimizin ifasılığında çox böyük əngəllər və çətinliklər yaranacaqdır. Allah böyük Hüseyn Cavidə də rəhmət eləsin. Allah Əliyə Vahidə bizim qeyri mütəfəkkir şairlərimizə rəhmət eləsin. Bu şeirin tarixçəsi, yaranma tarixçəsi barədə bax, bu qədər bildiyimi danışdım. Bunu da mənə rəhmətli Həcim Ailin qardaşı, o da Həcim Ailin dilindən eşidib, İslam əhli dostumuz var bizim, o danışıb. Bu məşhur bir əhvalat həyatda olub bu. Bizim də yaxın böyük alimlərimizdən biri Mirzə Cavad da bunu öz dili ilə danışıb ki, belə bir əhvalatın şahidi olub. Bax, şeir belə yaranıb, belə inkişaf eləyib. Asanlıqla heç bir şey əmələ gəlmir. Sağ olun, var olun.